İkinci növ şirk isə kiçik şirkdir. Burada kiçik şirk deyildikdə, böyük şirkə aparıb çıxaran, onun baş verməsi üçün vasitə olan, habelə ayələrdə və hədislərdə şirk adlanan, lakin böyük şirkin dərəcəsinə çatmayan əməllər və deyilən sözlər qəsd edilir. Bunu edən şəxsin aqibəti, böyük günah sahibinin aqibəti kimi Allahın istəyinə bağlıdır. Buna bəzi misalları göstərək. A bəndi, az miqdarda riyakarlıq etmək. İmam Əhməd və digərləri Peyğəmbərin sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət etmişlər. Sizin üçün ən çox qorxduğum şey kiçik şirkdir. Onlar soruşdular, kiçik şirk nədir, ya Rasulallah? Rasulullah sallallahu aleyhi və səlləm buyurdu. Bu riyakarlıqdır. Uca Allah qiyamət günü insanları mükafatlandıracağı zaman belə buyuracaq. Dünya həyatında ikən əməllərinizi göstərdiyiniz kəslərin yanına gedin. Qoy sizin mükafatınızı onlar versin. B bəndi, Allah və sən istədin ifadəsidir. Əbu Davud Sünən əsərində Peyğəmbərin sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət etmişdi. Allah və filankəs istədi deməyin. Allah sonra da filankəs istədi deyin. V bəndi, Allah və filankəs olmasaydı və ya məsələn, ördək olmasaydı oğrular gələrdi deməkdir. İbn Əbu Hatim öz təfsirində İbn Abbasdan uca Allahın siz də bunu bildiyiniz halda heç kəs Allaha tay tutmayın. Əl-Bəqərə surəsi 22-ci ayə. Ayəsi barəsində belə demişdir. Bu ayədə tay edildikdə, qaranlıq bir gecədə qara daşın üzərindəki qarışqanın yerişindən də gizli olan şirk nəzərdə tutulur. Məsələn, biri deyir, ey filankəs, Allaha sənin və mənim canıma and olsun. Yaxud, bu it və ya ördək olmasaydı, evimizə oğrular gələrdi. Bir də insanın öz dostuna Allah və sən istədin, yaxud Allah və filankəs olmasaydı deməsidir. Odur ki, filankəsi bu işə aid etmə. Çünki bütün bunlar şirk hesab olunur. Böyük şirklə kiçik şirk arasında olan fərq. Böyük şirklə kiçik şirk arasında bir çox fərqlər vardır. Onların ən mühüm olanlarını qeyd edirik. Birinci, böyük şirki Allah yalnız tövbə vasitəsilə bağışlayır. Kiçik şirk isə Allahın istəyinə bağlıdır. İkinci, böyük şirk bütün əməlləri batil edir. Kiçik şirk isə yalnız içərisində olduğu əməli batil edir. Üçüncü, böyük şirk insanı İslam ümmətindən çıxarır. Kiçik şirk isə çıxarmır. Dördüncü, böyük şirk sahibi əbədi olaraq cəhənnəmdə qalacaq və cənnətdən məhrum olacaq. Kiçik şirk isə digər günahlar kimidir. İkinci məsələ, küfür, tərifi. Lüğəvi mənada küfür örtmək deməkdir. Şəriətdə isə təkzib edib etməməkdən asılı olmayaraq, Allaha və onun rəsuluna iman gətirməməyə, həmçinin onlara şək və şübhə içində iman gətirməyə, habelə həsəd, təkəbbürlük və risalətə tabi olmaqdan yayındıran bəzi nəfsani istəklər üzündən Allaha və Peyğəmbərinə sallallahu aleyhi və səlləmə imandan üz döndərməyə küfür deyilir. B bəndi, küfrün növləri. Küfür iki növdür. Böyük küfür və kiçik küfür. Böyük küfür sahibini əbədi cəhənnəmə vasil edir. Kiçik küfr edən isə əbədi olmayan əzəbə layiqdir. Birinci növ, böyük küfür. Böyük küfür 5 növdür. Birinci, təkzib küfrü. Bu növə peyğəmbərləri yalan saymaq aiddir. Kim zahiri və ya batini olmasından asılı olmayaraq, peyğəmbərlərin gətirdikləri vəhiy yalan sayarsa küfr etmiş olur. Uca Allah buyurur, Allaha qarşı yalan uyduran və yaxud özünə haqq gəldikdə onu yalan sayan kəsdən daha zalim kim ola bilər? Cəhənnəmdə kafirlər üçün yer mi yoxdur? Əl-Ənkabut surəsi 68-ci ayə. İkinci, imtina və təkəbbürlük küfrü. Bu, Peyğəmbərin sallallahu aleyhi və səlləm düz danışan olduğunu və onun gətirdiyinin Allah tərəfindən haqq olduğunu bilə-bilə inatkarlıq və təkəbbürlük yüzündən ona itaət etməməyə deyilir. Uca Allah buyurur, bir zaman biz mələklərə Adəmə səcdə edin dedikdə, iblisdən başqa hamısı səcdə etdi. O, imtina edib təkəbbür göstərdi və kafir oldu. Əl-Bəqərə surəsi 34-cü ayə. Üçüncü, şübhə və tərəddüd küfrü. Bu, peyğəmbərlərə yəqinliklə iman gətirməməyə deyilir. Buna yəqinliyin əksi olan zənn küfrü də deyilir. Uca Allah buyurur, o özünə zülm edərək bağına daxil olub dedi,
Bunun nə vaxtsa yox ola biləcəyini düşünmürəm. O saatın gələcəyini də zənn etmirəm. Rəbbimin yanına qaytarılmalı olsam, sözsüz ki, bundan daha firavan bir həyat qismətim olacaq. Onunla söhbət edən yoldaşı isə dedi, səni torpaqdan, sonra nütfədən yaratmış, daha sonra səni kişi qiyafəsinə salmış Rəbbinə küfürmü edirsən? Lakin Allah mənim Rəbbimdir və mən heç kəsi Rəbbimə şərik qoşmaram. Kəhf surəsi 35-38-ci ayələr. 4-cü, üz döndərmə küfrü. Burada dindən bütövlükdə üz döndərmək, yəni Peyğəmbərin sallallahu aleyhi və səlləmin gətirdiyi vəhiydən bilərəkdən və qəlbən üz çevirmək nəzərdə tutulur. Uca Allah buyurur, kafirlər isə xəbərdar edildikləri şeylərdən üz döndərdilər. Əl-Əhqaf surəsi 3-cü ayə. 5-ci, nifaq küfrü. Burada etiqadi nifaq, yəni insanın imanı biruzə verib küfrü gizlətməsi nəzərdə tutulur. Uca Allah buyurur, bu ona görədir ki, onlar iman gətirdikdən sonra kafir oldular. Sonra da onların qəlbinə möhür vuruldu. Artıq onlar anlamırlar. Əl-Münafiqun surəsi 3-cü ayə. Nifaq da iki növdür. Birinci, etiqadda nifaq. Bu böyük küfr sayılır və sahibini İslam ümmətindən çıxarır. Bunun da 6 növü var. Peyğəmbəri sallallahu aleyhi və səlləmi təkzib etmək, onun gətirdiyi bəzi şeyləri yalan saymaq, Peyğəmbərə sallallahu aleyhi və səlləmə nifrət etmək, onun gətirdiyi şeylərə nifrət bəsləmək, Peyğəmbərin sallallahu aleyhi və səlləm dininin alçalmasına sevinmək, bir də Peyğəmbərin sallallahu aleyhi və səlləmin dininin qələbə çalmasını istəməmək. İkinci, əməldə nifaq. Bu kiçik küfürdür və sahibini İslam ümmətindən çıxarmır. Lakin bu böyük bir günah və cinayətdir. Bu barədə Peyğəmbər sallallahu aleyhi və səlləm demişdi. 4 xislət vardır ki, bunları kimdə olarsa əsl münafiq sayılar və hər kimdə bunlardan biri olarsa, onu tərk edənə qədər özündə münafiqlik xisləti qalmış sayılar. Ona əmanət verildiyi zaman xəyanət edər, danışdığı zaman yalan danışar, əhd bağladığı zaman əhdini pozar, mübarizə etdiyi zaman haqsızlıq edər. Hədisi Buxari və Müslim rəvayət etmişlər. Peyğəmbər sallallahu aleyhi və səlləm demişdi, münafiqin 3 əlaməti var. Danışanda yalan danışar, vəd verəndə vədinə xilaf çıxar və özünə əmanət verildiyi zaman xəyanət edir. Hədisi Buxari rəvayət etmişdi. İkinci növ, kiçik küfür. Bu növ küfür sahibini İslam ümmətindən çıxarmır və onu əbədi cəhənnəmlik də etmir. Onu yalnız şiddətli əzaba düçar edir. Bu da nemətə qarşı olan küfürdür. Quran və hədislərdə qeyd olunan və böyük küfrün dərəcəsinə çatmayan küfr ifadəsi bu növə aiddir. Buna aşağıdakıları dəlil göstərmək olar. Uca Allah buyurur, Allah təhlükəsizlik və əmin-amanlıq içində olan bir diyarı, Məkkəni məsəl çəkir. Ona öz ruzisi hər yerdən bol-bol gəlirdi. Lakin o diyarın əhalisi Allahın nemətlərinə nankorluq etdi. Allah da onları etdikləri əməllərə görə aclıq və qorxu libasına bürüdü. Ən-Nəhl surəsi 112-ci ayə. Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir. İnsanlarda 2 xislət vardır ki, bunların onlarda olması küfürdür. Əsl nəcabətə tənə vurmaq və ölülərin üzərində vay-şübən salıb ağlamaq. Hədisi Müslim rəvayət etmişdi. Həmçinin demişdi, məndən sonra bir-birinizin boynunu vuraraq kafir olmayın. Hədisi Buxari və Müslim rəvayət etmişdi. Bütün bu sadalananlar kiçik küfürdür və sahibini İslam ümmətindən çıxarmır. Uca Allah buyurur, əgər möminlərdən 2 dəstə bir-biri ilə vuruşsa, onları barışdırın. Əgər onlardan biri digərinə qarşı təcavüz etsə, təcavüzkar dəstə ilə o Allahın əmrini yerinə yetirməyə qaydana dək vuruşun. Əgər o qayıtsa, hər 2 dəstəni ədalətlə barışdırın və insaflı olun. Sözsüz ki, Allah insaflıları sevir. Möminlər həqiqətən də qardaşdılar. Elə isə qardaşlarınızı barışdırın və Allahdan qorxun ki, sizə rəhm edilsin. Əl-Hucurat surəsi 9-10-cu ayələr. Möminlərin bir-biri ilə vuruşmalarına rəğmən Uca Allah onları mömin adlandırmışdı. O həmçinin buyurur, şübhəsiz ki, Allah özünə şərik qoşmasını bağışlamaz,
Bundan başqa olan günahları isə istədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur. Ən-Nisa surəsi 48-ci ayə. Ayədən açıq-aydın görünür ki, şirkdən başqa bütün günahların əfv olunması Allahın istəyinə bağlıdır. Allah istəsə, ona həmin günaha görə əzab verər, istəsə də onu bağışlayar. Lakin şirki Allah əsla bağışlamır. Uca Allah buyurur, həqiqətən də Allaha şərik qoşan kimsəyə Allah cənnəti haram etmiş və onun sığınacağı yer oddur. Zalimlara kömək edən olmayacaqdır. Əl-Maidə surəsi 72-ci ayə.